Böyük ehtimal sizlər leqalizasiya şirkətlərdən bu sualların cavablarını yox eşitmişsiniz. Mənim turistik vizam var, ayın birindən sonra oturum kartını müraciət edə biləcəmmi? Ya da tələbəyəm, hesabda pul göstərə bilmirəm, student pasport eləyə bilərəmmi? Ya da vizam Avropa ölkəsinin hansısa bir digər Avropa ölkələrindən biridir, ya da oturum kartım Litvadır, falandır. Poçtlu oturum kartı ala bilərəmmi? Bunların hamısına dediyim kimi böyük ehtimal indidən sonra şirkətlər yox deyir. Amma Livetalk sizin üçün yeni bir proqram və yeni bir yol hüquqi şəkildə bu yolu sizə aparacaq. Bizim şirkətə müraciət edin, konsultasiyaya yazılın. Bizim şirkət sizin üçün çıxış yolu göstərəcək.